Salam əziz şagirdlər və abituriyentlər. Bugünkü dərsimizin mövzusu dövrü sistem və dövrü qanundur. Gəlin mövzuyu keçid eləyək. Deməli, dövrü qanun nədir? Ümumiyyətlə, uşaqlar, dövrü qanunun kəşfi və dövrü sistemin ilk variantının yaradılma tarixi 1 mart 1869-cu ildir. Elementlərin dövrü sisteminə baxsaq, baxın cədvəldə, mən cədvəldə onu təsvirini göstərmişəm. Deməli, elementlərin dövrü sistemi dövrü qanunun cədvəl şəklində təsviridir. Gördüyümüz kimi, deməli, bu dövrü sistem cədvəli dövr adlanan üfüqi yerləşmiş sıralardan, baxın uşaqlar, üfüqi yerləşən sıralardan və qruplar adlanan sütunlardan ibarətdir. Dövrü sistemin qısa formasında 7 dövr, 8 qrup və 10 sıra var. Dövrlər, baxın dövrlər bunlardır, hansı ki üfüqi sıralanıblar. Bu dövrlər ərəb rəqəmləri, qruplar isə Rum rəqəmləridir. Baxın, 1-ci, 2-ci, 3-cü, 8-ci qrupa qədər davam edir. Bunlar isə Rum rəqəmləri ilə nömrələnmişdir. Baxın, birinci dövrdə 2 element var, hidrogen və helium. İkinci və üçüncü dövrlərdə 8 element var. Ancaq 4-cü, 5-ci dövrlərdə 18, 6-cı dövrdə 32, 7-ci dövrdə isə 23 element var. Və onu deyim ki, 1-ci, 2-ci və 3-cü dövrlərdə element sayıları az olduğu üçün onlar kiçik dövrlər adlanır. 4-cü, 5-ci, 6-cı dövrlər böyük dövrlərdir. 7-ci dövr isə natamam dövrdür. Niyə görə natamam dövrdür? Çünki bu dövrdə hələ də axtarışda olan, hələ də kəşf edilməyən bir sıra elementlər var ki, onlar kəşf edilməyə davam edir. Ona görə də bu dövrə yarımçıq dövr və yaxud da natamam dövr deyirlər. Gəlin, mən bayaq dediyim hissələri bir də təkrarlayım. 1-ci, 2-ci və 3-cü dövrlər kiçik, 4-dən 6-ya qədər olan dövrlər böyük dövrlərdir, 7-ci dövr isə yarımçıq dövr adlanır. Ümumiyyətlə, uşaqlar, dövrlərə və qruplara mən tərif versəm, sizə daha da aydın olar ki, dövr nədir, qrup nədir? Baxın, dediyim kimi dövrlər, baxın, belə şaquli üfüqi istiqamətdə istiqamətlənən elementlərdir. Hansı ki, qələvi metalla başlayıb, baxın, 1, 3, 10, biri saymayaq, bir qeyri-metaldır, hidrogendir. Digər litium, natrium, kalium, rubidium, sezium və fransiyum. Bunlar qələvi metallardır. Baxın, qələvi metallarla başlayıb və hidrogen də buna aiddir əlbəttə ki, təsirsiz qazla qurtaran, baxın, heliumdan sonuncu elementə qədər olan elementlər deməli təsirsiz qazlardır. Bir də təkrarlayaq, qələvi metalla başlayıb təsirsiz deməli qazla qurtaran və nüvəsinin yükü artmaqda davam edən üfüqi düzülmüş elementlər sırasına dövr deyilir. Baxın, 1, 2, daha sonra litiumda 3-dür, beriumda 4, 5, 6 nüvəsinin yükü getdikcə artır və üfüqi düzülmüş sıra dövrdür. Qruplar isə dövrü cədvəldə şaquli yerləşmiş elementlər sırasıdır. Və xassələrinin daha çox oxşarlığına görə qruplar 2 yarım qrupa bölünürlər. Əsas yarım qruplar var, əlavə yarım qruplar var. Əsas yarım qruplar həm kiçik, həm böyük elementlərdən ibarətdir. Yəni, orada böyük dövrlər də var, kiçik dövrlər də var. Əlavə yarım qruplarda isə yalnızca deməli, böyük dövrlərin elementlərindən ibarət olur. Dövrlərdə elementlərin sıra nömrəsi artdıqca, baxın uşaqlar, dövrlər üzrə görürük ki, sıra nömrəsi artır. 19, 20, 21, 22, 23 sıra nömrəsi artdıqca onların metallıq xassəsi və yaxud da qeyri-metallıq xassəsi, digər xassələr, hansı ki, deməli, atom radiusu, elektromənfilik, göstərdiyim bu xüsusiyyətlər dövrlər üzrə soldan sağa, qruplar üzrə yuxarıdan aşağı fərqli xüsusiyyətlər göstərirlər. Deməli, uşaqlar, bu anlayışlarla tanış olmamışdan əvvəl bir dənə cədvələ diqqətlə baxaq. Görürsünüz, dövrlər üzrə soldan sağa, deməli, xassələrin dəyişməsi, qruplar üzrə yuxarıdan aşağıya doğru. Baxın, solda göstərilən bu parametrlər dəyişir. Nüvənin yükü, atom radiusu, oksidləşdiricilik, metallıq, qeyri-metallıq, elektromənfilik və ionlaşma enerjisi. Bunlar müxtəlif dəyişkənliyi göstərirlər və testlərə tez-tez salınan suallardan biridir. Yəni, biz bu anlayışları bilməklə, bunları belə deyək, öyrənməklə həmin testləri həll edə bilərik. Bir mənalı olaraq, gəlin əvvəlcə anlayışlarla tanış olaq. Atom radiusu nədir? Atomun radiusu onun nüvəsindən ən uzaqdakı elektrona qədər olan məsafədir. İyonlaşma enerjisi neytral halda olan atomdan bir elektronu qoparmaq üçün lazım olan enerjidir. Elektrona hərislik neytral atoma bir elektron birləşdirərkən ayrılan enerjidir.
Elektromənfilik isə atomun birləşmələrdə başqa element atomlarından özünə elektron çəkmə qabiliyyətidir. Bu anlayışları bildikdən sonra dövrlər üzrə soldan sağa doğru artan və azalan deməli bu anlayışlara baxaq. Deməli, uşaqlar, dövr birmənalı olaraq bilməliyik ki, dövrlər üzrə əvvəlcə azalanları bilsək, digərlərini, əslində hər şeyi azalanla bilsək daha yaxşı olar. Çünki dövrlər üzrə soldan sağa getdikcə metallıq xassəsi azalır. Baxın uşaqlar. Məsələn, litium metaldır, neon isə təsirsiz qazdır. Baxın, dövrlər üzrə soldan sağa doğru getdikcə metallıq xassəsi əlbəttə ki, azalacaq. Azalır və nüvənin yükü artdığı üçün, baxın, burada 3-dür, burada 10-dur. Biz atom radiusunda nə demişdik? Atom radiusu onun nüvəsindən ən uzaqdakı elektrona qədər olan məsafədir. Yəni, nüvənin yükü artdıqda atom radiusu da təbii ki, azalacaq. Çünki getdikcə uzanır o məsafə və bu da atom radiusunun azalmasına səbəb olur. Yəni, belə demək olar ki, eyni təbəqə daxilində elektronların sayı və nüvənin yükü artır, xarici təbəqədəki elektronların cəlb olunması artır. Qruplar üzrə isə yuxarıdan aşağı radius artır. Yəni, uşaqlar, dövrlər üzrə soldan sağa radius azalır. Bunu birmənalı olaraq bilməliyik. Çünki eyni təbəqənin daxilində elektronların sayı və nüvə yükü artır. Və xarici təbəqədəki elektronların da deməli, cəzb olunma qabiliyyəti artır. Nəticə etibarilə atom radiusu azalır. Və reduksiya edicilik artır. Reduksiya edicilik metallarla bir götürülen xüsusiyyətdir. Yəni, metalların reduksiya edicilik metallıq xassəsidir. Əgər metallıq orada azalırsa, hansı ki, dövrlər üzrə soldan sağa gördüyünüzdə ki, qələvi metallardan təsirsiz qaza qədər olan deməli, o sırada metallıq xassəsi azalırsa, bilməlisiniz ki, metallıqla bağlı olan digər bir xarakteristik xüsusiyyət reduksiya edicilikdir. Metallıq azalırsa, reduksiya edicilik də azalır, atom radiusu da azalır. Ancaq artanlar isə bunları bildikdən sonra digər bütün xüsusiyyətlər azalır. Artır. Qeyri-metallıq, elektromənfilik, iyonlaşma enerjisi, elektronəhərislik və oksidləşdiricilik. Qruplar üzrə isə yuxarıdan aşağıya doğru dövrlərdə hansı ki azalırdı, baxın, dövrlərdə nə idi azalan? Metallıq, atom radiusu və reduksiya edicilik. Qruplarda isə o artır. Çünki, gəlin baxaq uşaqlar, qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə, baxın, metallıq xassəsi artır. Litiumdan fransiuma, berilyumdan radiuma kimi xüsusiyyətdə, yəni qruplar üzrə yuxarıdan aşağı doğru metallıq xassəsi artır. Metallıq artdığından atom radiusu da artır. Atom radiusu da artdığından və metallıq xassəsi artdığından reduksiya edici qabiliyyəti də artır. Ancaq ki, bu xüsusiyyətlər artdıqdan sonra digər parametrlər isə azalır. Qeyri-metallıq, elektromənfilik, iyonlaşma enerjisi, elektronəhərislik və oksidləşdiricilik. Yəni, bunu yadda saxlasanız çox yaxşı olar. Əslində, bir qrupa görə və yaxud da dövrə görə yadda saxlasanız ki, hansılar dövrdə artır, hansılar dövrdə azalır. Onların əksi olaraq qruplarda dövrlər üçün qruplar, baxın, dövrlər üçün azalanlar qruplar üçün artacaq. Və yaxud da dövrlər üçün artanlar qruplarda həmin o azalan parametrlər siyahısında olacaq. Uşaqlar, gəldik abituriyentlərin ən çox səhv etdiyi mövzulardan biri olan elementlərin hidrogenli birləşmələri və baş oksidləridir. Bu videoda sizə elə bir qayda öyrədəcəm ki, cədvələ baxmadan da testləri rahat həll edə biləcəksiniz. Gəlin baxaq. Burada iki əsas qaydanı biz bilməliyik. Metal elementin, yəni testlərdə bizə elementin nə olduğu verilməyəcək, hansı ki, burada mən R göstərmişəm uşaqlar. Baxın, cədvəllərin içərisində R-lər görürsünüz. Bu R, yəni onun hansısa bir elementi olduğunu göstərir. Elementin metal və ya qeyri-metal olduğunu bilməklə biz onların hidrogenli və baş oksidlərini tapa bilərik. Ümumiyyətlə, bilməliyik ki, element metaldırsa, davranış bir cür olur, qeyri-metaldırsa, davranış başqa cür olur. Yəni, metal plus hidrogen. Ümumiyyətlə, metallar bildiyimiz kimi bərk halda olurlar da əksəriyyəti. Bir dənə civədən başqa, onu da deyəcəm, yəni civə maye haldadır. Metallar uçucu olmayan hidrogenli birləşmələr əmələ gətirirlər. Onların hidrogenlə olan birləşməsi uçucu olmur. Ancaq qeyri-metalların hidrogenlə birləşməsi uçucudur. Bunu bilsək, digərləri bizim üçün rahat olacaq. Həmçinin, metalların
metalların oksidləri. Baxın, oksidlərdə metalları və qeyri-metalları mən ayırmışam. Baxın, metalların oksidlərlə birləşməsi əsasi və ya amfidir. Turşularla, qeyri-metallarla birləşməsindən isə turşular əmələ gəlir. Yəni turşu xassəli oksidlər əmələ gəlir. Gəlin hidrogenli birləşmələri mən belə izah edim. Baxın, elementlərin hidrogenli birləşmələri iki yerə bölünür. Uçucu olmayan və uçucu. Metalların hidrogenli birləşmələri uçucu olmur. Bunu bayaq dedik. Çünki metallar bilirik ki, bərkdirlər, onlar bərk olurlar, yəni xassəcə, aqreqat halca və onlar hidrogenlə birləşdiyi zaman uçucu olmayan birləşmələr əmələ gətirirlər. Ancaq qeyri-metallar isə birləşmələrdə uçucudular. Qaz halında olurlar qeyri-metallar özləri və onların hidrogenli birləşmələri də uçucu olur. Deməli, biz testdə hidrogenli birləşmə veriləndə ilk baxdığımız şey elementin metal yoxsa qeyri-metal olmasıdır. Gəlin baş oksidlərə baxaq. Elementlərin baş oksidləri onların ən yüksək oksidləşmə dərəcəsinə uyğun olan oksidləridir. Baxın, metalların baş oksidləri əsas xarakterlidir. Baxın, metallara mən məsəl üçün 1A yazmışam. Yəni birinci qrupun əsas yarım qrup elementi olan natriumun. Oksigenlə birləşməsi əsasi oksiddir. Və yaxud da iki valentli birləşmələrdən olan, yəni ikinci qrupun əsas yarım qrup elementi olan maqneziumun oksigenlə birləşməsi əsasi oksiddir. Alüminium da həmçinin həm turşularla, həm də əsaslarla reaksiyaya girdiyi üçün amfoter oksiddir. Yəni biz bunu inşallah oksidlər mövzusunda daha aydın şəkildə onları da izah edəcəyik ki, əsasi oksid nədir, amfoter oksid nədir. Amma bizim üçün burada əsas maraqlı olan məqam nədir? Əgər metal əsasdırsa, yəni metal əsas, qeyri-metal turşu. Alüminium 2O3 isə istisnadır burada. Və qeyri-metalların da dediyimiz kimi baş oksidləri turşu xarakterli olurlar. Və yadınızda saxlayın ki, metal hidrogenlə uçucu olmayan, qeyri-metal isə hidrogenlə uçucu birləşmə verir. Metal oksidləri əsas, qeyri-metal oksidləri isə turşudur. Bu qayda sizi bir çox testlərdən də xilas edəcək uşaqlar. Burada mən dərsi yekunlaşdırıram. Dərsimiz bu qədər idi. Burada mən əsasən dövri sistemdə elementlərin, yəni qrupları, dövrləri izah etdim. Onların yəni dövri sistem üzrə elementlərin bəzi xassələrinin dövri olaraq dəyişməsini mən burada nümunə izah kimi göstərdim. Yəni bunların, bu anlayışların öyrənilməsi çox vacibdir. Testlərdə sizin qarşınıza çıxacaq. Yəni istəyirsinizsə bir daha təkrar keçək ki, azalan və artan anlayışlar nədir? Dövrlər üzrə soldan sağa getdikcə uşaqlar yadınızda saxlayın bir mənalı olaraq. Gəlin bir də üzərindən keçək. Baxın, dövrlər üzrə soldan sağa getdikcə, elə gəlin bu nümunədə göstərim mən sizə. Dövrlər üzrə soldan sağa getdikcə, baxın, hidrogendən heliuma və yaxud da litiumdan dövrlər üzrə baxırıq da, üfüqi istiqamətdə. Litiumdan neona, yəni 10-cu sıra nömrəsi 10-a qədər olan elementə baxsaq, metallıq xassəsi azalır. Metallıq nə ilə əlaqədar idi? Reduksiya ediciliklə. Birbaşa olaraq reduksiya edicilik də azalacaq və atom radiusu da azalacaq. Çünki sıra nömrəsi artdıqca, baxın, eyni təbəqə daxilində elektronların sayı artır, nüvə yükü artır və xarici təbəqədəki elektronların cəzb olunması artır. Nəticə etibarilə atom radiusu azalır. Bütün bu azalanları, 3 əsas azalanı bildikdən sonra həmin o azalan xüsusiyyətlər qruplar üçün artan xarakteri göstərir. Yəni qruplar üzrə yuxarıdan aşağı doğru getdikcə dövrlərin əksi olaraq metallıq artacaq, reduksiya edicilik artacaq və atom radiusu artacaq. Qalan digərləri deməli dövrlərdə artan xüsusiyyət göstərir. Artanlar siyahısına daxildir, qeyri-metallıqdır, elektromənfilikdir, ionlaşmadır, elektronhəristik və oksidləşdiricilik. Dövrlər üzrə isə o xüsusiyyətlər azalan xassələr göstərəcək.